Diqqət ekrana dəyərli izləyicilər. Az sonra sizə çox vacib bir xəbəri çatdıracağım. Üstəgəl işarəsini vurun, kanalımızı izləyin. Bura çox maraqlıdır. Bu məmur dəyərli izləyicilər, nə az nə çox 1 milyard dövlət vəsaitini mənimsəyib. Söhbət keçmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Salih Məmmədovdan gedir. Xəbərə diqqət yetirək. Salih Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb. Statinfo günün səsi infoya istinadən xəbər verir ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub. Yəqin ki, manatdan söhbət gedir. Bildirilir ki, Salih Məmmədovun qarşısına bu vəsaiti geri qaytarmaq tələbi də qoyulub. Əks təqdirdə prosesin sonu Salih Məmmədovun və ətrafının həbsi ilə nəticələnəcək. Məlumatda həmçinin o da qeyd olunur ki, Salih Məmmədov vəziyyətin yumşaldılması üçün yeni Maliyyə Naziri Sahil Babayev ilə görüşməyə cəhd etsə də buna nail ola bilməyib.